Mən özüm Xaçmaz rayonunun Nərəcan kəndindənəm. Buradan hər kəsə salam. Videoma baxırsınızsa bəyənib takip etməyi unutmayın. Burada anam lavaş hazırlayırdı. Bugünün sabahsı gedəcəkdim. Mənim üçün də hazırlayırdı, həm də özləri üçün. Mənə də verməli idi bunlardan. Ona görə istedim ki, biraz kiçik də olsa, minnacık da olsa bir vlog çekim paylaşım. Bizdə həmişə əgər sac qoyulursa, od yanırsa, gəlinimiz həmişə samavar çay da eləyir. Çox sağ olsun. Burada da qardaşım bizim üçün kebab hazırlayır. Ona da buradan təşəkkür edirəm. Sizdə də belədir, yoxsa sadəcə məndədir? Kebablardan çox onun yağının sıxıldığı lavaş mənə daha ləzzətli gəlir, daha çox xoşuma gəlir. Bunu belə minik bir xatirə qalsın deyə YouTube-a atıram. Çox belə gözləntim yoxdur ki, çox video baxış yığar falan. Uzun müddətdir ki, video atmadığıma görə bundan qabaq atdığım da çox baxış yığmamışdı. Çalışacağım ki, ardıcıl videolar atım. Yenidən, yəni en azından bir 3000-5000 baxış yığırdım. İndi isə çox aşağı düşüb. Bəzi videolarım da var ki 35.000 40.000 baxış sayı yığıb, amma son zamanlarda çox belə video atmadığıma görə çox az baxış sayı yığır videolarım. İnşallah videoya axıra kimi baxırsınızsa bunu nəzərə alaraq takip atıb bəyənməyi unutmayın. Son model şəpiklərimizi də reklam elədiyimizə görə videonu sonlandırıram. Gələn videolarda görüşmək üzrə. Sağ olun, sağlıqla qalın.